Mən görkəmli rejissor və pedaqoq Məhərrəm Haşimovun və Aleksandr Sanjtuganovun rəhbərliyi altında aktyorluq fakültəsini bitirmişəm. O ana qədər Azərbaycan Dövlət Filarmoniyasında, estradada çalışmışam. Məktəbi bitirəndən sonra, yəni 1938-ci ildən öz taleyimi musiqili komediya teatrına bağlamışam. Teatrda işlərkən müasir komediyalardan, klassik operettalardan çalışmışam ki, dolğun obrazlar yaradam. Gülüş naminə, gülüş xətrinə oynamamışam. Çalışmışam, gülüşü tamaşaçının öz ixtiyarına verəm. Xəlqilik, realizm mənim əmalım olmur. Mən musiqili komediya teatrında yaratdığım obrazlar, əlbəttə onlar mənim hamısı övladımdır. Onları bir məhəbbət ilə sevirəm. Məsəl üçün onlardan Cahan xala, Məşribatda Sənəm, 50 yaşında cavanda Mələk xanım, 5 manatlıq gəlində Səlbi, Gözün aydında Nargilə, Ulduzda Züleyxa, Özümüz bilərikdə Şölə xanım, Qızıl axtaranlarda Rəxşəndə, Keto və Kotedə Qabato, Şirin arzularda Alma xanım, bu obrazları mən sevə-sevər yaratmışam.